Salam, hamınızı xoş gördük, hörmətli tamaşaçılar. Həmişəki olduğu kimi Xeyir Körfəsində hamınızı xoş gördük. İndi də Rusiyanın Mağaçqala şəhərində Tankayeva küçəsində ev 6 Müzəffərov Etibar Mircəfəroğlu, o da eşq xəstəliyindən əziyyət çəkir. Onun da baxaq dərdi, əlacı nədir, neçə ildir eşq xəstəliyindən əziyyət çəkir. İndi yollanırıq Müzəffər dayının evinə, baxaq o da öz ürək sözlərini, kiməsə ehtiyacı var, nəyəsə ehtiyacı var desin. Buyurun. Master. Salam Müzəffər bəy. Tamam. Keçin. İndi də gəlmişik Müzəffər dayının evinə. Həmçinin Etibarın evə gəlmişik. Etibar qardaşımız da deyirlər eşq xəstəliyindən əziyyət çəkir. Baxaq Müzəffər dayımız. Sağ olun. Müzəffər dayı səsini. Sağ olun. Yəni bizi sahib gəlmişsiniz. Uşağım bir ilə yaxındır. Rusiya territoriyasındadır. Yəni ki, bu da eşq xəstəliyindən uzanıb. Bunun ancaq çarəsi odur ki, Astaraya onu aparmaq. Astarayın hansı kəndində? Siyasi kəndinə onu aparmaq. Əsasən onun çarəsi odur. Çarəsi oradadır, demək olar ki. Demək olar çarəsi oradadır. Yəni oraya getsə o eşq xəstəliyindən yəni o rahatlanacaq yəni. Əsas odur ki, o Astaraya getsin. Xahiş edirik, nə qədər pul istəyirlər, nə qədər pul lazımdır onu yollamağa oraya? Yol pulu nə qədər lazım? 2000 rubl. Rus pulu 2000 rubl. Rus pulu 2000 rubl olsa, onu Astaraya göndərərik. İndi imkanınız yoxdur 2000 manat, 2000 rubla. Xeyr, imkanımız yoxdur. Yəni o da bir ilə yaxındır. Eşq xəstəliyindən əziyyət çəkir. İndi siz harada işləyirsiniz? Nə işləyirsiniz? Mən də burada Kareldə işləyirəm. Qoca kişiyəm. Nə deyək ki, mənim də işləməyim nə olar? Çörək pulu güclə qazanıram. Neyim mən? Axşamlar durur, incidir sizi, yaxşı yatır, sakit edir. Bir də görürsən ki, eşq başına vuranda bizim üçün də bizim üçün də pis olur. Biz də narahat oluruq. Yəni ki, uşaqdır da, o da bəlkə nəysə fikirləşir, nəysə yadına salır ki, o da... Neçə yaşı var onun? Neçə yaşı var onun? O neçə yaşı var? 18 yaşı var. Gözlad almışsın onun üçün. Almışıq. Ona görə elə xəstəliyi ona neçə olub. Qız almış. Bir ildir buradadır, gedə bilmir. İmkan yoxdur. Eşq xəstəliyi vurub başına. Uzanıb dura bilmir. Toya imkanınız yox toy eləməyə, evlənsin. Yox, xeyr, evlənməyə. Bir Astaraya getsə elə o xəstəliyi mən elə bilirəm ki, bu xəstəliyi ondan şey olacaq. İndi də, evet başlasılar, bənimci anası Mənzura xanımlar. Mənzura xanıma sözünü verək. Baxaq, o nə deyir, Etibar balası nətər deyim, hansı xəstəlikdən əziyyət çəkir, nətər narahat onun üçün ya yox, nə qədər pul istəyirlər xəstəliyə gələr, buyurun, Mənzura xanım. Hoş geldiniz bizim evimize. Benim oğlum da eşk hastalığıyla hastalı. O çoktan beyin çaresi tapılmış buralarda. Onu Astara rayona göndermeliyiz Çekikende. Pulumuz yoktu. Kişimle hiç Ne kadar? Harada işləyir? Əriniz harada işləyir? Karelde işleyir. Yazık səhərdən akşama kimi qubur atır bu yana, o yana, bu yana, o yana. Nə qədər gündə pul qazanır? Heç də 200-300 manat o da rasot, ev pulu heç də qazana bilmir. Nə qədər pul lazımdır Etibarın Astarayını Siyakikəndə göndərməsinə? 2000 lazımdır, o da heç kim də vermir bizə. 2000 Rus pulu? Rus pulu. Nə televizor tamaşaçılarına, nə imkanı, nə
tezi kim bakarsa buna imkanı varsa da 2000 bize pul versin. Adama 100 manat halalıya ne kadar düşürsen rublda da yazsa benim oğlum geçsin kendi eş hastalığıyla kuparsın bunu. Siz ne imkan şartlarda? Mən də Siz indi kimə televiziya tamaşaçılarına, kimə müraciət edirsiniz? Nə qədər pul lazımdır deyin. Mən də üzümü tuturam imkanlı şəxslərə. Kimin nəyə imkanı çatırsa, al uzatsın. Oğlumu Astaraya göndərim. Yəni, bu da öz sevdiyinə qovuşsun. Əsas odur ki, Astara getsin. Xəstəliyi, yəni, heç olmasa xəstəliyi ondan nikar olsun. Mənim də dediyim budur. İnşallah. Etibarın özünə baxar, hansı xəstəlikdən, kimlərə müraciət etmək istəyir, kimlərdən imkanı olanlar buna köməkləsin, hansı imkanı şəxslərdən istəyir. Orada etibar. Mən istəyirəm ki, üzümü tutub deyirəm ki, imkanlı şəxslərə mənə kömək eləsinlər. 2000 pul lazımdır, Astra rayonuna getməyə, Siyakən. Mənim çağıram buradadır. Üzümü tutub deyirəm də. Kimin imkanı varsa kömək eləsinlər. Hansı xəstəlikdən yazırsınız? Heç. Neçə aydır? 3 ilə yaxın. 3 ilə yaxın. İmkanınız yoxdur müalicə eləməyə? Yox, müalicəsi bir Astra. Hörmətli tamaşaçılar, indi sizə hamımıza bəlli oldu ki, Müzəffər dayının Etibarın vəziyyətini, evini hamısı gördük, imkansızdırlar. Kimin imkanı şəxslərə yüzü tutub deyirəm, kimin imkanı varsa 2000 rus pulu da elə bir böyük puldur. Kimisinin də çox puldur, kimisinin də azdır. Kömək eləsinlər, əlinizi uzatsınlar, versinlər 2000 pul rus pulu, bu da ayağa dursun, bu da evlənsin, bu da evlənsin, bu da Astara rayon kəndinə getsin, onun alacı dillər oradadır. Getsin, o oradadır, alacı tapılacaq. Sağ olun. Gələn görüşlərə də, gələn verilişin